Salam dostlar, hər vaxtınız xeyir olsun. İnşallah bu videoda Fibonacci indikatorunun istifadə qaydasını sizlərə öyrədəcəm. Fibonacci indikatoru tradingdə qiymətin geri çəkilmə və davam edən səviyyələrini tapmaq üçün istifadə olunan məşhur texniki indikatorlardan biridir. Bu indikator Leonardo Fibonacci adlı riyaziyyatçının Fibonacci ardıcıllığına əsaslanır. Fibonacci indikatorunda bir çox səviyyələr vardır. Bu səviyyələrdən ən çox istifadə olunanları 0,236, 0,382, 0,500, 0,618, 0,786 səviyyələrdir. Sadə dildə desək, market güclü şəkildə yuxarı və ya aşağı hərəkət etdikdən sonra qiymət çox vaxt bu Fibonacci səviyyələrindən birinə geri çəkilib, oradan reaksiya alıb və yenidən istiqamətini davam etdirir. Fibonacci'də ən güclü səviyyələrdən biri olan 0,618 səviyyəsidir. Buna səbəb odur ki, bu rəqəm Fibonacci ardıcıllığından gələn və qızıl nisbət kimi tanınan bir dəyərdir. Təbiətdə, memarlıqda və hətta insan bədənində belə bu nisbətə tez-tez rast gəlinir. Marketdə də eyni prinsip işləyir. Qiymət hərəkət etdikdən sonra çox vaxt 0,618 səviyyəsinə geri çəkilib, oradan reaksiya alır. Məhz buna görə də bir çox treyderlər Fibonacci indikatorundan istifadə edirlər. İndi isə dostlar, keçək Trading View üzərində Fibonacci indikatorunun istifadə qaydasına. Baxın, buradan Fib düzəltməsi sizdə başqa dildə ola bilər. Fibonacci indikatorunu seçirik və mən hal-hazırda sizin üçün bunun long yönlü əməliyyatlar və short yönlü əməliyyatlar istifadə edərkən, yəni analiz edərkən Fibonacci indikatorunun istifadə qaydasını sizə göstərəcəm. Və bir şey dediyim ki, Fibonacci indikatorunu istifadə edən zaman hər zaman indikatoru soldan sağa çəkirik. Long və ya short əməliyyat açmağımızdan asılı olmayaraq. Mən hal-hazırda baxın, qrafikdə long yönlü əməliyyatları açmaq üçün göstərəcəm sizə. Baxın, Fibonacci indikatorunu long yönlü əməliyyatları açmaq üçün hər zaman baxdığımız qrafikdə fərq eləmir. Dibdən, dib qiymətindən təpə qiymətinə çəkirik. Baxın, hal-hazırda Fibonacci indikatorunu açıram, dib qiymətinə gətirirəm və burada gördüyünüz təpə qiymətinə aparıram. Baxın, biraz sağa çəkəcəm ki, səviyyələr yaxşı görsənsün. Baxın, tam təpə qiymətinə. Demək, çəkdikdən sonra, baxın, görürsünüzmü, burada müəyyən səviyyələr var. 0,5, 0,618, 0,786, 0,886. Baxın, az öncə də dediyim kimi, Fibonacci indikatorunun ən çox istifadə edildiyi səviyyə 0,618 qızıl nisbət dediyimiz səviyyəsidir. Baxın, burada necə mükəmməl bir şəkildə 0,618 səviyyəsinə market, yəni dəydikdən sonra buradan yenidən yüksəlişə davam edir. Daha bir nümunə tapdım qrafik üzərindən. Baxın, burada da gördüyünüz kimi bir dib qiymət var və burada da bir təpə qiymət var. Mən long yönlü əməliyyat axtardığıma görə Fibonacci indikatorunu dibdən təpəyə qədər çəkirəm. Baxın, açdım Fibonacci indikatorunu, gətirdim indikatoru dib qiymətinə və buradan tam təpə qiymətinə qədər, yəni təpə səviyyəsinə qədər çəkirəm. Baxın, burada da necə ideal bir şəkildə qiymət aşağı düşür, tamına 0,618 səviyyəsinə dəydikdən sonra yüksəlişə davam edir. Burada mən daha bir nümunə vermək istəyirəm. Burada baxın, mənim bir dib qiymətim var. Burada isə bir təpə qiymətim var. Fibonacci indikatorunu dibdən soldan sağa, yəni də təkrar soldan sağa təpə qiymətinə kimi çəkirəm. Baxın, çəkəndən sonra burada market nə edib? Demək, market aşağı düşüb tamına, bu səfər isə 0,5 səviyyəsinə dəydikdən sonra yuxarı qalxıb. Yəni gördüyünüz kimi tək 0,18 yox, yəni digər səviyyələrdə işlədir. Amma yenə təkrar edirəm, ən çox istifadə olunan səviyyə məhz 0,618 səviyyəsidir. Yəni market bura belə deyir, daha çox hörmət edir bu səviyyəyə. Burada daha bir nümunə görürəm long yönlü əməliyyat üçün. Baxın, long axtardığım üçün bu qrafikdə indikatoru dib qiymətindən, baxın, buradakı təpə qiymətinə çəkirəm.
və görürük ki, yenə də market 0.618 səviyyəsinə baxın necə işlədib. 0.618 səviyyəsinə dəydikdən sonra yüksəlişinə davam edib. Burada daha bir nümunə görürəm qrafik üzərindən. Baxın, qiymət düşür və biz short yönlü əməliyyat axtardığımıza görə baxın, burada bir təpə var, burada isə bir dip var. Fibonacci indikatorunu tam təpədən bu dibə qədər çəkirik və biraz sağ tərəfə aparırıq ki, səviyyələri daha yaxşı görə bilək. Baxın, market qalxandan sonra yenə də 0.618, baxın burada 0.618 səviyyəsinə dəyəndən sonra necə də aşağıya düşür, yəni reaksiyasını alır. Yəni 0.618 səviyyəsi yenə də öz sözünü deyir. Qrafikdə hal-hazırda yenə də bir nümunə görürəm, short yönlü əməliyyat axtardığım üçün. Baxın, burada bir təpə görürəm, burada isə bir dip görürəm və qiymətin haradan dönəcəyini bilməyim üçün Fibonacci indikatorunu qoşuram. Tam təpədən, tam burada gördüyümüz dibə qədər çəkirəm. Baxın, yenə də qiymət qalxa-qalxa gəlir və tamına 0.618 səviyyəsinə dəyəndən sonra necə reaksiya alaraq aşağı düşür. Dostlar, mənim Fibonacci indikatoru haqqında göstərmək istədiklərim bunlar idi. Düşünürəm ki, işinizə yarayacaq. Yəni, bir şey də heç vaxt unutmayın ki, yəni yer kürəsində 100% işləyən heç bir strategiya yoxdur. Təbii ki, bunun da işləmədiyi yerlər olacaq, qarşınıza çıxacaq. Amma hər bir halda mən elə düşünürəm ki, bir o qədər də pis bir indikator deyil. Hətta mən deyərdim ki, yəni işləmə belə deyək, faizi də hətta çox yüksəkdir. Video bu qədər idi dostlar. Əgər videonun Fibonacci indikatorunun sizin üçün yararlı olduğunu düşünürsünüzsə, bəyənək və şərh yaza bilərsiniz. Əlavə bu indikator haqqında kiminsə nəsə sualı olarsa, şərhlərdə və ya Telegram kanalımıza qoşularaq orada komment bölümündə suallarını verə bilər. Hələlik dostlar, inşallah növbəti videolarda görüşənədək sağ olun.